Salam hörmətli İqtisadi izləyiciləri, günün aktual məsələlərini müzakirə edirik. Studiyamızın qonağı Milli Məclisin deputatı Elçin Mirzəbəylidir. Elçin müəllim, xoş gəlmisiniz. Hər vaxtınız xeyir, Anar müəllim. Elçin müəllim, bir neçə gün öncə Türkmənistan Prezidenti Azərbaycanda səfərdə oldu. Qarabağ səfərlə də Şuşada oldu, Füzulidə oldu. İstəyirəm bu səfərlə bağlı fikirlərinizi bildirək. İki dövlət arasındakı münasibətlərin bundan sonraki inkişafından bağlı inkişaf perspektivi. Təbii ki, Türkmənistan Türk dünyasının ayrılmaz bir parçasıdır və bizimlə xüsusilə də tarixi mədəni bağlara malik olan bir ölkədir, bir xalqın nümayəndələridir. Mahiyyət etibarilə Xəzərin o tayında yaşayan qardaşlarımızla bizim etnik mənsubiyyətimiz, mədəni mənsubiyyətimiz arasında heç bir fərq yoxdur. Yəni, biz qardaşdan da yaxınıq. Faktiki olaraq eyni millətin, eyni xalqın nümayəndələriyik. Bu bağlar, bu mədəni və genetik bağlar iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafı üçün böyük imkanlar yaradır. Onu da xüsusi qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında və Türkmənistanın Türk dünyasına inteqrasiya prosesində əməkdaşlıq meyllərinin güclənməsində Azərbaycanın müstəsna xidmətləri var və ölkəmizin məhz iki ölkə arasındakı etimad mühitinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, Cənab Prezidentin bu istiqamətdə sərgilədiyi mövqe nəticə etibarilə Türkmənistan-Azərbaycan münasibətlərini bəlkə də tarixin ən önəmli, ən yüksək bir zaman kəsiyinə, dövrünə gətirib çıxarıb və şübhəsiz bu səfərdə də əldə olunan nəticələr, verilən bəyanatlar mahiyyət etibarilə iki qardaş dövlətin həm regionu, həm də dövlətə verdiyi, deməli, dünyaya verdiyi mesaj kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi birgə bəyannamədə iki tərəfli əməkdaşlığın genişləndirilməsi, ən müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı məqamlar yer almışdır. Digər istiqamətlərdə imzalanan sazişlərdə mühüm amillər yer almışdır. Və əslində Azərbaycanın Türkmənistana gəmi hədiyyə etməsinin özü belə bir mesaj xarakteri daşıyırdı. Çünki hər iki ölkə faktiki olaraq Transxəzərin ayrılmaz parçasıdır. Orta dəhlizin ən önəmli segmentlərini təşkil edirlər. Qardaş Qazaxıstan da daxil olmaqla. Bu baxımdan da Türkmənistanın da bu prosesdə nəqliyyat logistika layihələrində aktiv şəkildə yer alması və Azərbaycanla vahid bir siyasi kurs götürməsi nəticə etibarilə təkcə iki ölkənin maraqlarına xidmət etmir. Həm Türk dünyasının, həm də bütövlükdə regionun maraqlarına xidmət edən faktor kimi qiymətləndirilməlidir və qardaş ölkənin liderinin Cənab Prezident ilə bir yerdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməsi, o cümlədən çox önəmli məkanlardan birlikdə görüntüləmələri Şuşadan həmçinin əslində Türkmənistanın regiondakı reallıqlara, Azərbaycanın yaratdığı reallıqlara verdiyi qardaş dəstəyi kimi qiymətləndirilə bilər. Cənab Prezidentin mətbuata bəyanatında da bir məqam qeyd elədi ki, Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı təkcə region üçün deyil, daha geniş coğrafi üçün. Tamamilə doğrudur. Əslində burada ən önəmli məqamlardan biri hər iki ölkənin Xəzər hövzəsinin ən önəmli geostrateji nöqtələrində yerləşməsidir. Və bəlli olduğu kimi Türkmənistanın böyük enerji ehtiyatları var, resursları var və bu resursların dünya bazarına çıxarılması üçün alternativlərin olması zəruri faktorlardan biridir. Digər deməli mühüm faktor nəqliyyat logistika layihələridir. Yəni nəticə etibarilə orta dəhlizin bir segmenti kimi hər iki ölkənin çıxış etməsi və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməsi də vacib məqamlardan biridir və çox önəmli faktor şübhəsiz ki, həm də mədəni faktordur, dil amilidir, milli birlik amilidir, vahid mövqe nümayiş etdirilməsidir və iki ölkənin ümumiyyətlə müstəqil siyasət yürütməsində də əsas məqamlardan biri və bütövlükdə Türkmənistan hətta müşahidəçi üzv olsa belə bütövlükdə Türk dövlətlərinin inteqrasiyası prosesində önəmli yer almaqdadır və bu prosesin biz daha aktiv, daha davamlı şəkildə həyata keçirildiğinin şahidi oluruq. Bundan sonra da daha davamlı olacaq. Üzv olmamasının səbəbi isə birbaşa Türkmənistanın neytral statusu ilə bağlıdır. Amma bu status qarşılıqlı əlaqələrin inkişafına hər hansı bir formada maneə yaratmır və təbii ki, bu Xəzərin iki tayında eyni xalqın nümayəndələrinin vahid bir mövqedən nümayiş etdirilməsi, vahid dövlət siyasi xəttini nümayiş etdirilməsi
ölkəsi bir-birinə həm beynəlxalq təşkilatlar çərçivəsində, regional təşkilatlar çərçivəsində dəstək verməsi şübhəsiz ki, təkcə region dövlətləri üçün deyil, Cənubi Qafqaz üçün, deməli Mərkəzi Asiya üçün, Qərbi Asiya üçün mühüm əhəmiyyətə malikdir. Burada söhbət həm enerji təhlükəsizliyindən, həm nəqliyyat yollarının təhlükəsizliyindən, həm də bütövlükdə təhlükəsizlik amilindən gedir. Deməli, siz qeyd elədiniz, bu türk dövlətlərinin kontekstini qeyd elədiniz. Azərbaycan eyni zamanda həm türk dövlətləri, eyni zamanda İslam həmrəyliyinə də öz dəyərli tövbəsini verir və ölkəmizdə bir neçə gündür keçirilən bu İslam əməkdaşlıq təşkilatı dövlətlərin parlament ittifaqının konfransı keçirilirdi. Azərbaycan həm ona, həm də İslam həmrəyliyinə dəyərli tövbə verir. Tamamilə doğru vurğulayırsınız. Əslində bu bizim Azərbaycançılıq ideyasının, Ulu Öndərin Azərbaycançılıq ideyasının iki təməl sütununu özündə əks etdirir və dəlil olduğu kimi biz türk xalqlarının nümayəndəsiyik, türk xalqları ilə ortaq mədəniyyətə, ortaq dilə, ortaq keçmişə, tarixə maliki və paralel olaraq təbii ki, həm də biz İslam mədəniyyətinin daşıyıcısıyıq və bu iki faktor bir-biri ilə hər hansı bir formada ziddiyyət doğurmur. Çünki türk dövlətlərinin də əhəmiyyətli hissəsi, bütün türk dövlətləri faktiki olaraq topluluqların müəyyən hissəsi istisna olmaq şərti ilə ayrı-ayrı dövlətlərin nəzdində yaşayan, onlar da müsəlman dövlətləridir, İslam ölkələridir və əhalinin əhəmiyyətli hissəsi İslam dilinin daşıyıcılarıdır. Bu mühüm faktor həm də dini müstəvidə də milli birliyin, yəni birliyin təmin olunması üçün vacib faktorlardan biridir. Qeyd edim ki, İslam Əməkdaşlıq Təşkilatı ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə, suverenliyinə münasibətdə və həmçinin Azərbaycana qarşı həyata keçirilmiş müharibə cinayətlərinə münasibətdə daim obyektiv və ədalətli mövqe tutub və bəlli olduğu kimi təşkilatın həm ərazi bütövlüyümüzlə bağlı, həm Xocalı soyqırımı ilə bağlı qətnamələri var. Xocalı soyqırımı tanıyan ilk təşkilatlardan biridir, təsisatlardan biridir. Şübhəsiz ki, bütün təşkilatlarda olduğu kimi İslam Əməkdaşlıq Təşkilatında da bəzi ölkələrin yanaşmalarında müəyyən fərqlər nəzərə çarpır. Amma düşünürəm ki, məhz bu kontekstdən Azərbaycanın təklif etdiyi, irəli sürdüyü təşəbbüslər əslində vahid birliyin əldə olunmasına, İslam həmrəyliyinin əldə olunmasına verilən töhfə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Azərbaycan İslam həmrəyliyin təşkil edilməsi istiqamətində çoxsaylı praktik addımlar atıb. Bura ayrı-ayrı müsəlman ölkələrinə verilən dəstəklər və eyni zamanda ki, asan xidmət modelinin daşınması, ayrı-ayrı ölkələrə qarşılıqlı əlaqələrin genişləndirilməsi, ayrı-ayrı müsəlman ölkələrindən tələbələrin Azərbaycana gətirilərək oxudulması, o cümlədən Fələstinli tələbələrin gətirilməsi, Fələstinə Azərbaycanın etdiyi yardımlar, müsəlman ölkələrinə münasibətdə Azərbaycanın hər zaman qardaşlıq, dostluq prinsiplərindən çıxış etməsi əslində ölkəmizin bu siyasi xəttinin, vektorunun sağlam təməllər üzərində deməli dayandığını sübuta yetirəndə bir faktor kimi qiymətləndirilməlidir. Bu baxımdan həm də İslam oyunlarının da, həmrəylik oyunlarının da Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu və bütün dünyaya verilən bir mesaj kimi qəbul olunması qənaətimə görə mühüm faktorlardan biridir. Çünki məhz Azərbaycanın ev sahibliyinə qədər İslam həmrəyliyi oyunlarının təşkili ilə bağlı çoxsaylı problemlər ortaya çıxmışdır. Amma Azərbaycan birlik modelini ortaya qoyaraq bütün dövlətlərin faktiki olaraq bu mühüm tədbirdə iştirakını təmin etməyə bacardı. Bununla paralel olaraq ölkəmizin fəaliyyətində təkcə İslam dövlətləri, Türk dövlətləri arasındakı həmrəylik deməli faktoru nəzərə çarpmır. Bizim irəli sürdüyümüz çox mühüm bir layihə var, istiqamət var. Bu da Bakı prosesi ilə bağlıdır. Bu dünyanın parçalanmasına yönəlmiş sivilizasiyalar arası qarşıdurma kontekstindən, mədəniyyətlər arası dialoq kontekstinə Azərbaycanın verdiyi töhfələrdir. Bu töhfə özünü ölkəmizin qoşulmaya hərəkatına sədrlik etdiyi dönəmdə də biruzə verir. Nəticə etibarilə Azərbaycan paralel şəkildə həm milli zəmində, həm dini zəmində mənsub olduğu mədəniyyəti inkişaf etdirməklə yanaşı, eyni zamanda xalqlar arası, konfessiyalar arası münasibətlərə də öz mühüm töhfəsini verməkdədir. Deməli, siz qeyd elədiniz Azərbaycanın verdiyi töhfələrlə bağlı. O cənab prezidentin bu sessiyaya məktubunda İslamofobiya ilə bağlı xüsusi qeydi vardı, İslamofobiya ilə bağlı.
İstəyirdim bununla bağlı fikrini bildirək. Təəssüflər olsun ki, ksenofobiya, islamofobiya məhz o mədəniyyətlər arası qarşıdurma yaratmaqla dünyanı bölməyə çalışan ölkələrin güc mərkəzlərinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Mahiyyət etibarilə bəlli olduğu kimi İslamın təməl sütununda, təməl prinsiplərində yalnız insanın yaşadılmasına, bəşəri dəyərlərin, mənəvi dəyərlərin qorunmasına xidmət edən çağırışlar var və İslam insanın öldürülməsini, qətlə yetirilməsini, terroru və digər bu faktorları qətiyyən qəbul etmir. Amma baxın, Ərəb baharının həyata keçirilməsindən öncəki proseslərdə İslam adına nə qədər terror təşkilatları həyata keçirilmişdi. Yəni bu tamamilə deməli həm dini kitabımızın, həm dinimizin mənəvi dəyərlərinə zidd olan bir anlayışlar üzərində qurulmuşdu, amma beynəlxalq müstəvidə təbliğat əslində İslam ölkələrinin və müsəlmanların timsalında tamamilə fərqli bir görüntünün yaranmasına xidmət edirdi. Baxmayaraq ki, cinayətkarın da, terroristin də dini mənsubiyyəti olmur. Yəni, nəticə etibarilə bu yanaşma tərzi də əslində yaxın şərqdə, müsəlman ölkələrində həyata keçirilən o qanlı layihələri haqq qazandırmaq üçün uydurulan siyasi senarilərin bir tərkib hissəsi kimi qiymətləndirilməlidir. Azərbaycan davamlı olaraq həyata keçirdiyi və o mədəniyyətlər arası dialoq prinsipi ilə əslində bu xəttin humanitar müstəvidə və dialoq müstəvisində sıradan çıxması üçün əlindən gələni əsirgəməyib. Amma bu ictimai rəy, ictimaiyyətlər, xalqlar arası münasibətlər kontekstində ortaya çıxaran bir faktor deyil. Bu siyasi qrupların, siyasi maraqların uydurduqları və ayrı-ayrı media resursları, qlobal media resursları və sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimai rəyə zorla sırınan anlayışlardır və onun təbii ki, qısa müddət ərzində bütün bu problemlərin aradan qaldırılması mümkün deyil və şübhəsiz ki, qarşıdurma, ziddiyyət əslində təkcə bütün dinləri də, bəşəriyyəti də deməli, uçuruma aparan bir yanaşmadır və sağlam düşüncəsi olan, mədəni səviyyə malik olan xalqlar, dünya görüşünə malik olan xalqlar heç vaxt insana dini və milli mənsubiyyətinə görə qiymət verməli deyirlər. Bütün bunlar birləşdirici faktor rolunu oynamalıdır, amma bunlar bəşəri dəyərlərin qorunmasına xidmət eləməlidir. Keçən müəllim, pərdə arxasında cızılan senarilərdən danışdınız. Biraz oradan uzaqlaşıram. Aşba Azərbaycandan nə istəyir? Aydın məsələdir. Söhbət əgər bu Mənfur Şvabedən gedirsə və onun uydurduğu orada kimdənsə qondarma bir hüquqi pozulan şəxs obrazı yaratmaqdan gedirsə, məqsədyönlü şəkildə həyata keçirilən siyasətin tərkib hissəsidir. Proses çox aydındır, o qədər aydındır ki, bunu görməmək mümkün deyil. Onu qeyd edeyim ki, Şvabenin özü sosial demokratların təmsilçisidir və bu sosial demokratlar ki, vaxtıyla hətta Rusiyanın Avropa Şurası Parlament Assambleyasından Krımın ilhaqına görə çıxarılmasına qarşı çıxış edir və o təşəbbüsdə irəli sürürdülər ki, Rusiya mütləq Avropa Şurası Parlament Assambleyasına qayıtmalıdır. Və bunun içərisində, danışıqların aparılması prosesinin içərisində Frank Şvabedə əsas yer alan fiqurlardan biridir. Və onu da nəzərinizə çatdırım ki, uzun illər boyu sosial demokratlara rəhbərlik etmiş şəxs, burada Schröderdən söhbət gedir. Mavi Axın 1 və Mavi Axın 2 layihələrinin dəstəkçisi, eyni zamanda Gazpromun və Rosneftin əsas deməli idarə edici fiqurlarından biri idi. Və nəticə etibarilə eyni zamanda Schwabenin dostlarından biri də həmin o layihələri dəstəkləyən və nəticə etibarilə Cənub qaz dəhlizinin əleyhinə çıxış edən prosesin içərisində yer alan qruplardan biri kimi yəni fəaliyyət göstərirdi. Yəni bu reallıqlar, bu mənzərələr bəzən kənarda diqqətdən saxlanılır. Əslində bu mahiyyəti açan bir çox faktorlara. İndiki şəraitdə isə əslində Azərbaycana qarşı çıxış etməklə birinci Avropanın enerji təhlükəsizliyinə məqsədyönlü şəkildə təhdid yaratmaq kimi bir addım atmaq və Avropa-Azərbaycan münasibətlərinə ittifaqı ilə söhbət təsisatlarla xələl gətirmə niyyətləri var. Eyni niyyət Avropa parlamentində də hiss olunmaqdadır. Yəni birinci ilk baxışda mənzərə tamam başqa cür görünür, amma onların
onların əllərinin kimin cibindən çıxdığı bəlli olanda artıq mənzərə başqa bir formada ortaya gəlir. Başqa bir məqamda ondan ibarətdir. Nə üçün indiki şəraitdə bu məsələ gündəmə gəlir? Problemin kökündə dayanan, məsələnin kökündə dayanan amillərdən biri ondan ibarətdir ki, Ermənistanda keçirilən son seçkilərdə 760 nəfər şəxs həbs olunub. Onlardan 210-una qarşı cinayət işi açılıb. Ermənistan yeganə ölkədir ki, seçkilərdə iştirak edən və mandat qazanan 8 deputatlığa namizədi deməli həbs eləyib, hal-hazırda həbs altında saxlayır. Davamlı olaraq hər gün Ermənistanda məhkəmə prosesləri keçirilməkdədir və siyasətçilər, media təmsilçiləri Ermənistanda həbs olunmaqdadır. Yəni bəşər tarixində seçki prosesində bu qədər deməli faktiki olaraq qanun pozuntusu, hüquq pozuntusu baş vermir. Və indiki şəraitdə Azərbaycanla bağlı mövcud olmayan, hüquqi müstəvidə olan məsələləri gündəmə gətirməklə Ermənistanda olan o total pozuntulara, insan hüquq və azadlıqlarının pozuntularından diqqəti məqsədyönlü şəkildə yayındırmağa cəhd göstərirlər. Yəni bu həm də Şvabenin arxasındakı o keçmişin qaranlıq izlərinin silinməsinə xidmət edir. Yəni güya Paşinyan anti-Rusiya mövqeyində dayanan şəxsdir. Yəni nəticə etibarilə və bunun vaxtı ilə olan müəyyən o qaranlıq izləri ki vardı keçmişində, həmçinin onun çox yaxın bir rəfiqəsinin də eyni zamanda Almaniyanın bir bölgəsinin baş naziri idi. Onunla da deməli Rusiyanın yeni şirkətlərinin əlaqəsindən diqqəti yayındırmaq üçün daha belə bəhsdən çığırmağa deməli başlayıblar. Azərbaycanlılara məşhur bizim misal var ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Oğru həmişə bəhsdən çığırır. Bunu bəhsdən çığırır ki, həm keçmişini unuttursun, həm də ona verilən deməli elə Avropa təsərrüfatları tərəfindən, elə Almaniyanın bəzi resursları tərəfindən və yaxud da Bundestagın özündən gələn sifarişlə diqqəti Ermənistanda baş verən proseslərdən yayındırsın. Amma mahiyyət etibarilə ən böyük dərdləri də ondan ibarətdir ki, Azərbaycan bölgədə elə bir reallıq yaradıb ki, onlar nə öz çığır-bağırları ilə, nə də iddiaları ilə bu reallıqları hər hansı bir formada dəyişmə imkanında deyirlər. Şvabe uzaqbaşı bizdə döşəmə silmək üçün yarayan şvabra rolunu oynaya bilər. Ondan başqa heç bir funksiya yerinə yetirə bilməz. Keçin müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Sağ olun, 2 saylı izləməyə davam edin.